Bir, hörmətli izləyicilərimiz, hörmətli tamaşaçılarımız, hörmətli valideynlərimiz, biz Sağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Cəlilabad rayonunda. Cəlilabad rayonunda biz Ocaqlı kəndindəyik. İllər əvvəl burada dəfələrlə olmuşuq, gözəl mövzu məqalələr hazırlamışıq. Bu günlərimiz çoxlu sayda şagirdlərdən, tələbələrdən, müəllimlərdən sorğular apardıq. Çox gözəl, nümunəvi, el saqqalı, qabaqsız və nümunə müəllimlərdən birini sizlərə təqdim edirəm. Mənim buyurun, adınız, soyadınız? Mehdi Vəli Seyran İdrisoğlu. Çox gözəl. Neçə il təhsildə çalışırsınız? 89-cu ildən bu yana 11-36-cı ildir. 36 il. Çox gözəl. Hansı fən tədris edirsiniz? Fiziki tərbiyə və həyat bilgisi. Çox gözəl. Və əziz izləyicilərimiz, biz də ona görə müəllim haqqında çoxlu gözəl müsbət sözlər eşitmişik. Ona görə də gəlmişik müəllim haqqında gözəl çəkiliş eləyək. Çəkilişimizdə bütün bu sosial media, o cümlədən sosial şəbəkələr və şagirdlər, tələbələr, hər kəs görsün ki, bizim belə bir qabaqcıl müəllimimiz var. Və müəllim həm də gözəl ağsaqqaldır, gözəl atadır, gözəl babadır. O cümlədən də məktəbdə təhsil öz fənni deyil, həm də şagirdlərə vətənimizi sevməyə, bayrağımızı sevməyə, dövlətimizi sevməyə öyrədirdir. Ona görə siz adınızdan sağ ol deyirik. Dərin təşəkkür bildiririk. Biz də onun qarşılığı olaraq hörmətli izləyicilərimiz Sağdaş Təhsil qəzetinin xüsusi buraxılış jurnalımızda və sosial mediada və birbaşa televiziyada hansısa xəbərlərdə və təhsillə bağlı ola bilər verilişdə müəllim haqqında və ya olan şəkillərini işıqlandıracağıq. Ona görə sizə uzun ömrünüzdən sağlıq arz edirəm. Və müəllim, bax, biz bilirik gözəl atasınız həmdə. Neçə övladınız var? 3 övladım. Adlar nədir övladlarınızın? Böyük övladım Nilüfer xanımdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Həyat yoldaşı polis əməkdaşıdır. Övladları da böyük qızdır, o bir ikisi oğlan uşağıdır. Böyük nəvəm 9-cu sinifdə oxuyur. Çox gözəl. Özü Siberian Wellness şirkəti var. Onun fəal nümayəndələri, liderlərindən biridir. Çox gözəl. Orası övladlarınız? Oğlum hal-hazırda mənimlə yaşayır, böyük övladım. Hansı sahədə çalışır? Çalışmır. Operatordur, toylarda çəkilişlər aparır. Çox gözəl. Kiçik övladım da Bakı şəhərində yaşayır. İnəqədə Su Təchizatı İdarəsində işləyir. Biz sizə ancaq uzun ömrünüzdən sağlar dedik. Sağdaş Təhsil komandası olaraq sizi ki mənlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah təqaüdə çıxana qədər tərəqqi medal alasınız, əməkdar müəllim adı alasınız. Biz də gərək gözəl çəkiliş edirik. Jurnalistlərin işi odur ki, sizi ki mənləri cəmiyyətimizə tanıtdırmaq, bütün adəti orqanlarını tanıtdırmaq. Biz sizlərlə fəxr edirik, qürur duyuruq. Hər zaman vətəninizi başınıza eləsiniz. Təbrik edirəm. Buna ihtiyatlara layiq eləsiniz və biz sizlərlə qürur duyuruq mənim. Çox sağ olun. Mən özüm Azərbaycan Dövlət Bəyan Tərbiyəsi və İdman Akademiyası fərqlənmə diplomu ilə qurtarmışam. Çox gözəl. Cəlilabadda, şəxsən Cəlilabadın özündə 3 idman sahəsində çalışan olmuş. Çox saylı adlı san idmançılarımız olub. Amma futbol üzrə keçmiş SSR çempionatı deyək də, universitetin birinci mükafatı olan 3 nəfər olub. O 3 nəfərdən biri də mən olmuşam. Çox gözəl. Bu özü də bir fəxr edici aldı. Özüm də akademiyada fərqlənmə diplomu ilə qurtardığıma görə də hal-hazırda da mənim akademiyanın girişində mənim şəklim durur. Çox gözəl. Uzun illərdə Şamil Nəzərov adlı Uzağa kənd bir sayı tam orta məktəbdə təşkilatçı müavini işləmişəm. Çox gözəl. 25 il. Biz sizlərlə fəxr edirik, qürur duyuruq. İnşallah gələn çəkilişlərimizdə sizin nəvələrinizlə bağlı, övladlarınızla bağlı gözəl çəkilişlər edək. Sizə bugündən sonra ən gözəli can sağlığı arzulayırıq. Ən gözəl can sağlığıdır. İnşallah. Təşəkkür edirəm, hörmətli izləyicilərimiz. Biz müəllim haqqında gözəl çəkiliş elədik. Müəllimə ən əsası qarşıdan gələn bayramımızda təbrik edirik. Sizdən bayram. Novruz bayramımızı təbrik edirik. Və bu günlərim 6 mart 2025-ci ildir. İnşallah bu kadrlara bir 10 il, 20 il sonra baxanda inşallah yəqin ki biz qozalarıq. Yəqin ki inşallah bizim nəticələrimiz Allah ömrümüzə bərəkət versin. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Çox Allah sağ olun. sizlərə əziz eləməsin. Allah sizlərə də can sağlığı versin.